Donald Trump'ın sözdəki ikiyüzlü siyasəti ilə bağlı bütün illüziyalar tədricən dağılır. Amerika prezidenti açıq şəkildə Kiyevdə rejim dəyişikliyinə çağırır, Zelenskini diktator adlandırır və Ukraynanın heç vaxt bu müharibəyə qoşulmamalı olduğunu iddia edir. Bu, bütün münaqişə boyunca edilən ən absurd bəyanatlardan biridir. Əgər fərz etsək ki, Trump hansısa poker oyunu oynamır, bu sözlərin nəticələri tamamilə kritikdir. Münxen, Paris, Riyad, İstanbul samitləri, Ukraynada Avropa qoşunları, Trump'ın Rusiya ilə flörtü, resurs xərcləri, bir sözlə, beynəlxalq ictimaiyyət bu günlər gərginlikdən guruldayır. Tarix yazılır, indi qəbul ediləcək qərarlar gələcək 10 illiklər üçün əsaslı nəticələr doğuracaq. Gəlin bu xaotik puzzle bir yerə yığmağa və bu vəziyyətdən çıxmaq üçün real həll yollarını tapmağa çalışaq. O qədər çox hadisə baş verir ki, uyğun başlanğıc nöqtəsini təyin etmək çətindir. Gəlin Münxendən başlayaq. Bütün samit Trump administrasiyasının nümayəndələrinin diktorluğu altında keçdi. Onlar təkcə Avropa siyasətçilərinin strategiya passivliyinə deyil, həm də rəhbərlik etdikləri dəyərlərə hücum edirdilər. Xüsusilə ABŞ vitse-prezidenti J.D. Vance fərqləndi. O, Avropa üçün xarici təhlükələrdən daha çox onun daxili siyasəti ilə bağlı narahatlıq ifadə etdi. Bəzən onun ifadələri həqiqətən bir çox Avropa problemlərinə toxunurdu, amma eyni zamanda onun sözləri Almaniyanın AfD kimi bir çox radikal partiyalarının gündəliyi ilə üst-üstə düşürdü. Avropalılar Vance'i heyrətlə dinləyirdilər. Gideon Rachman'ın Financial Times'da qeyd etdiyi kimi, əgər Vance öz auditoriyasını inandırmağa ümid edirdisə, sadəcə onları təhqir etmək istəmirdi. Bu müvəffəqiyyətsiz oldu. Əslində onun çıxışı əks təsir göstərdi. Münxen konferansının pərdə arxası müzakirələrində çox şey oldu. Onların ümumi mesajı sadə idi. Biz tamamilə fərqli bir dünyada yaşayırıq. Avropa müstəqil hərəkət etməlidir, heç nə istisna edilə bilməz. Vance və həmkarı hər sözlə müşahidəçilərdə ABŞ-ın Ukrayna məsələsinə yanaşmasının getdikcə daha qeyri-sabit olduğu təsərrüatını möhkəmləndirdi. Çox vacibdir ki, Vance Münxenə sözdə resurs sazişi gətirdi ki, Trump'ın gözləntisinə görə Zelenski imzalamalı idi. Zelenski isə bunu etmədi və Ukraynalıları günahlandırmaq çətindir. Təklif həqiqətən alçaldıcı idi. Britaniyanın The Telegraph qəzeti bu razılaşmanın detallarını açıqladı. Bu müqaviləyə görə Ukraynanın resurs hasilatından əldə etdiyi bütün gəlirlərin 50% və bütün gələcək lisenziyaların dəyərinin 50% ABŞ-a verilməli idi. Bundan əlavə, müqavilədə elə bir bənd var idi ki, Ukraynalılar özlərinə bir şey qoymazdan əvvəl Amerikalılara ödəməli idilər. Bu, təkcə nadir torpaq metallarına deyil, həm də qaza, limanlara və digər strateji infrastruktur obyektlərinə şamil edilirdi. Hər şey New York qanunvericiliyinə tabedir və eyni zamanda saziş, kiyə və hətta qeyri-müəyyən təhlükəsizlik zəmanəti belə təklif etmirdi. Başqa sözlə desək, bu, müasir kolonizasiya idi. Müharibədə təcavüzkar olan tərəfin məğlubiyyəti nəticəsində qoyulan yüklərlə müqayisə edilə bilərdi. Məqalənin müəllifləri açıq şəkildə bildirirlər ki, Ukraynalıların əslində Amerikalılara ödəyəcəyi təzminatlar Almaniyanın 1-ci və ya 2-ci Dünya müharibəsindən sonra ödədiyindən daha çox olacaq. Buna baxmayaraq Zelenski bu təklifi tez bir zamanda rədd etdi. Donald Trump Fox News kanalına verdiyi müsahibədə Ukraynanın əslində 500 milyard dollar köçürməyə razı olduğunu bildirdi. Onların nadir torpaq metalları, neft və qaz baxımından inanılmaz dəyərli torpaqları var, dedi. Zelenskinin rədd cavabı çox güman ki, Trump üçün zərbə oldu və Trump bunun qisasını gələn günlərdə almaq niyyətindədir. Bu məsələ ilə bağlı olaraq Javier Blas'ın Bloomberg'dəki məqaləsini də nəzərdən keçirək. Blas iddia edir ki, həqiqətən də Ukrayna qiymətli mineral resurslara malikdir, lakin nadir torpaq metalları ilə bağlı qiymətləndirmələr əhəmiyyətli dərəcədə şişirdilmişdir. Ukraynanın bu metalların hasilatının dəyərinin 500 milyard dollara yaxınlaşdığını iddia etmək üçün heç bir əsas yoxdur. Dünyada nadir torpaq metallarının ümumi illik hasilatı cəmi 15 milyard dollar təşkil edir. Bunun isə 1%-ni belə Ukrayna çıxarmır.
Amerikalılar bunu başa düşdülər və buna görə də sazişi genişləndirdilər. Hollandiya, İtaliya və Danimarkanı da əhatə etdilər. Rumıniyanın dəvət edilməməsi Buxarestdə narazılıq doğurdu. İsveç və ya Finlandiya kimi dövlətlərin bu samitdə iştirakı da qeyri-adi idi. Bu samit bir neçə gün əvvəl Münxendə Amerikalılar tərəfindən irəli sürülən çağırışa cavab idi. Avropa dövlətlərinin nümayəndələri bu çağırışa konstruktiv yanaşmaqla razılaşdılar. Lakin samit əvvəlcə heç bir irəliləyiş gətirmədi. Təcili dəyişikliklər və liderlik zərurəti ilə bağlı çox şey söyləndi. Lakin əsas odur ki, konkret addımlar atılsın. Avropalılar öz təhlükəsizliyinə və müdafiəsinə indi və gələcəkdə daha yaxşı, daha çox və kollektiv şəkildə investisiya qoymalıdırlar, dedi Emmanuel Macron. Lakin sonraki saatlarda konkret detallar meydana çıxmağa başladı. Əvvəlcə Ukraynaya Avropa əsgərlərinin göndərilməsi ideyası irəli sürüldü. Bu təklif əvvəllər Amerikalılar tərəfindən irəli sürülmüşdü. Nəzəri olaraq Avropa kontingenti potensial sülh sazişlərinin sabitləşdirilməli və təhlükəsizliyini təmin etməli idi. Bu məsələ Avropa ölkələrini iki yerə bölür. İngilislər və fransızlar tərəfdar. Polyaklar, almanlar və Rusiya ilə həmsərhəd olan demək olar ki, bütün dövlətlər isə əleyhinədir. Bu təklifi sonraki bölmələrdə daha ətraflı nəzərdən keçirəcəyik. Bu qeyri-müəyyən bir məsələdir. İkincisi, media Avropanın Ukraynaya dəstək üçün ayıra biləcəyi 700 milyard avro məbləğindən bəhs edən məlumatları yaymağa başladı. Bu məlumat Alman qəzetindən gəlir. Bu, əhəmiyyətli bir hadisədir və biz buna daha sonra qayıdacağıq. Bundan əlavə, Avropa İttifaqı əvvəllər müdafiəyə aşırı xərcləməyə görə cəzalandıran mənasız, həddindən artıq kəsiri proqramından imtina etməyi planlaşdırır. Nəhayət, onlar şübhəsiz razılaşdılar ki, sanksiyalar daha da gücləndirilsin. 16-cı sanksiya paketi ilk növbədə Avropa idxalının 6%-ni təşkil edən Rusiya istehsalçılarına qarşı yönəldilib. Bundan əlavə, Rusiyanın kölgə donanmasına qarşı yönəldilmiş sanksiyalar da genişləndirildi. Paris görüşündən və Avropanın ümumi mövqeyindən ən vacib nəticə ondan ibarətdir ki, Avropa özü-özünə qayğı göstərməlidir. Bu özü müsbətdir, çünki öz regionuna cavabdehlik göstərmək çağırışları daim səslənir. Çox şey yenə də siyasi iradə və konkret addımlardan asılı olacaq. Lakin ümumi fikrə görə Avropa Amerikanın hər hansı bir qiymətə qırılğan sülhə can atmasından imtina edir və həll yolunu axtarır. Bunu demək üçün çox gec olardı, lakin Avropa İttifaqı üçün istiqamət ümidvericidir. Paris görüşündən sonra bazar ertəsi və çərşənbə axşamı Vaşinqton və Moskva arasında ilk iki tərəfli danışıqlar turu keçirildi. Təcavüzkar ilə birbaşa danışıqların aparılması faktı qurban Ukrayna və ya Avropanın qarşılıqlı anlaşması üçün vacib olan tərəf olmadan Amerikanın baxışlarını parlaq şəkildə göstərir. ABŞ nümayəndə heyəti Milli Təhlükəsizlik məsləhətçisi Michael Waltz, dövlət katibi Marco Rubio və Yaxın Şərq üzrə xüsusi elçi Steve Witko'dan ibarət idi. Witko rəsmi olaraq Kiyevlə əlaqə qurmaq üçün təyin edilmişdi, lakin onun səlahiyyətləri indi şübhəli hesab olunur. Rusların Xarici İşlər naziri Sergey Lavrov, prezident məsləhətçi Yuri Ushakov və Rusiya birbaşa investisiyalar fondundan Kirill Dmitriyevi göndərdilər. 4 saatlıq danışıqlar rəsmi olaraq heç bir irəli addım ilə nəticələnmədi. Lakin tərəflər arasında əlaqə olduqca ümidverici idi. Məqsəd yeni səfirlərin təyin edilməsi də daxil olmaqla ilki münasibətlərin qurulması idi. Rəsmi olaraq təsdiqlənməsə də tərəflər Amerikalılar tərəfindən təqdim edilən 3 mərhələli sülh planını ilkin olaraq razılaşdırdılar. Plan atəşkəs ilə başlamalı, sonra Ukraynada seçkilər keçirilməli və nəhayət sülh müqaviləsi imzalanmalı idi. Avropa ictimaiyyətini ən çox heyrətləndirən isə Rubio'nun rəhbərlik etdiyi dövlət departamentinin bəyanatında münaqişənin uğurla başa çatmasından sonra ABŞ və Rusiya arasında yeni iqtisadi və investisiya imkanlarının yaradılması istəyi idi. Başqa sözlə, Amerika mövcud beynəlxalq əməkdaşlıq qaydalarını açıq şəkildə pozan və təcavüzə görə mükafatlandırılan ölkə ilə gələcək iqtisadi əməkdaşlığı müzakirə edir. Bu, hipotetik olaraq Çinin Tayvanı uğurla ələ keçirdikdən və Guam və ya Okinavadakı ABŞ bazalarını tamamilə məhv etdikdən sonra Avropalılar tərəfindən gələcək məhsuldar əməkdaşlığa dəvət edilməsi ilə müqayisə edilə bilər.
Rubio nəyi nəzərdə tuturdu? Sızmalara görə Ruslar Amerikalılara müharibədən əvvəlki şərtlərlə öz resurslarına giriş təklif edə bilərdilər. ABŞ neft nəhəngi ExxonMobil Rusiyanın Saxalin adasında neft çıxarırdı. Danışıqlarda iştirak edən Dmitriyev qeyd etdi ki, sanksiyalardan əvvəl Amerikalı neft şirkətləri Rusiyada çox uğurlu biznes aparırdılar və onun fikrincə məhdudiyyətlərə görə təxminən 300 milyard dollar itirdilər. Biz hesab edirik ki, bir məqamda onlar qayıdacaqlar. Çünki Rusiya Federasiyasının təklif etdiyi təbii resurslara giriş imkanından imtina etmək istəməyəcəklər, dedi Dmitriyev. Ukraynalılarla resurslar üzrə danışıqların uğursuzluğu və Rusların təşviqi Amerikalıları Zelenskiyə qarşı misli görünməmiş təcavüzkarlığa sövq etdi. Sammitdən sonra Donald Trump Ukraynalı prezidentə bir sıra ittiham və təhdidlər yağdırdı. Mesaj sadə idi. Trump Zelenskidən qurtulmaq istəyir. Danışıqlardan kənarlaşdırılması ilə bağlı Trump izah etdi ki, onun danışıqlar masasına oturmaq üçün 3 ili var idi və müharibə yalnız kiçik bir ərazi itkisi qiymətinə qarşısı alına bilərdi. Ukraynada keçirilən seçkilərə gəldikdə isə Trump qeyd etdi ki, Zelenskinin ölkədə dəstəyi var və Rusiya Kiyevi sadəcə istəmədiyi üçün dağıtmadı. Daha sonra Trump əlavə etdi ki, Amerika Ukraynaya 350 milyard dollar yardım göndərib, onun yarısı oğurlanıb. O, həmçinin bildirdi ki, Ukrayna heç vaxt bu müharibəyə başlamamalı idi. Nəhayət, çərşənbə günü sosial mediada yazdığı yazıda Trump Zelenskinin bu kvazi-linçinin kulminasiyası olduğunu bildirdi. Bu bəyanatları aydınlaşdırmaq üçün bəzi məlumatlara görə Zelenskinin Ukraynada dəstəyi 50%-dən çoxdur və bu, Trumpın ABŞ-da dəstəyindən yüksəkdir. Bundan əlavə, Adam Eberhard qeyd edir ki, bir Putin Rusiyada hakimiyyətdə olduğu müddətdə Ukraynada 5 prezident olub. Kuchma, Yushchenko, Yanukovych, Poroshenko və Zelenski. Lakin Trumpı bu narahat etmir. Son 3 ildə Amerika Ukraynaya 350 milyard dollar deyil, 110 milyard dollar yardım göndərib. Bu mətin Donald Trumpın və Tucker Carlson'un Ukrayna ilə bağlı iddiaları, o cümlədən Amerikanın silahlarının Meksika kartellərinə satılması və Ukraynanın resurslarının oğurlanması barədə heç bir sübut olmadığını vurğulayır. Trump Rusiyanın böyük və güclü hərbi maşın olduğunu və Hitlerlə Napoleonu məğlub etdiyini iddia edərək dolayısıyla Rusiyanı tərifləyir. Bu bəyanatlar keçmiş Portuqaliya rəsmisi Bruno Maçaşın qeyd etdiyi kimi Trumpın Kiyevdə rejim dəyişikliyinə çağırışı ilə üst-üstə düşür və bu Rusiyanın məqsədlərinə uyğundur. Lakin Ukrayna və Avropanın maraqlarına isə ziddir. Financial Times-da yayılan məlumata görə Trump Baltikanlı ölkələrdən ABŞ qoşunlarının çıxarılmasını və Avropanın sanksiyaları ləğv etməsini nəzərdən keçirir. Bu, Trumpın seçki ritorikasının sadəcə siyasi oyun olmadığını, əslində müharibənin qurban hesabına dayandırmaq və təcavüzkarı mükafatlandırmaq istəyini göstərir. Bu yanaşma Avropa və Ukrayna üçün qəbul edilməzdir və ABŞ-ın beynəlxalq dəyərlərə sadiqliyi ilə bağlı isə şübhələr yaradır. Zelenski qəti şəkildə bildirir ki, Ukrayna 2022-ci ildə olduğu kimi indi də heç bir ultimatum qəbul etməyəcək. Ukrayna danışıqlarda iştirak etmədiyi üçün onların nəticələrini tanımayacaq. Zelenskinin sözlərinə görə Ukrayna haqqında danışıqlar Ukrayna olmadan mənasızdır. O, həmçinin Avropanın dəstəyinə ümid edir və xəbərdarlıq edir ki, əgər ABŞ NATO-dan çıxsa, Avropa Rusiya tərəfindən işğal oluna bilər. Avropa üçün əsas məqsəd liderlik mövqeyini tutmaq və Ukraynanın Rusiyaya qarşı müharibəsində əsas dəstəkçi olmaqdır. Polşa Xarici İşlər Naziri Radoslav Sikorski Münxen konfransında qeyd etdiyi kimi, Avropa Rusiyanın işğalını kolonial müharibə kimi qəbul etməli və 10 illərlə davam edə biləcək müharibəyə hazır olmalıdır. Rusiya iqtisadi cəhətdən Avropanın yanında cırtdandır. Lakin bu, danışıqlarla deyil, konkret addımlarla sübut edilməlidir. 700 milyard avronun ayrılması təklifi düzgün istiqamətdə atılmış addımdır. Lakin bu məbləğ yalnız silahlanmaya deyil, Ukraynanın 24 ay ərzində dəstəklənməsinə yönəldilməlidir. Bu vəsait Avropa hərbi kompleksinin 2-ci Dünya müharibəsindən bəri görünməmiş səviyyəyə qaldırılması və Ukraynaya
Avropa Lend-Lease çərçivəsində köçürülməsi üçün istifadə edilməlidir. Eyni zamanda Ukraynanın yenidən silahlanması və bərpası üçün balanslaşdırılmış razılaşma xatırlanmalıdır. Lakin bu razılaşma Ukraynanın ləyaqətini zədələməməlidir. Avropa öz imkanları ilə bu məbləği təmin edə bilər. Bu, Ukraynanın müstəqilliyini qorumaq və Avropanın təhlükəsizliyini təmin etmək üçün vacib bir addımdır. Avropa İttifaqı Ukraynaya dəstək üçün bir neçə maliyyə mənbəyindən istifadə edə bilər. Birincisi, Avropa hesablarında dondurulmuş Rus aktivləri ilə bağlı adhesiyanı dayandırmaq olar. 250 milyard avronun ABŞ-ın Putinlə müqaviləsinin bir hissəsi olmayacağına dair heç bir illüziya olmamalıdır. Çünki Amerikalılar bu vəsaiti Moskva ilə sərfəli müqavilələr üçün istifadə edə bilərlər. İkincisi, Covid paketindən qalan 993 milyard avro istifadə edilməmişdir. Beləliklə, Kiyevə yaxın aylarda lazım olan məbləğ dərhal hazır ola bilər. Bəzi müsbət dəyişiklik əlamətləri artıq müşahidə olunur. Məlumatlara görə Alman şirkəti Rheinmetall artıq ildə 7,15 milyon 155 mm-lik mərmi istehsal edə bilir. Yaroslav Volskinin sözlərinə görə bütün Avropa hazırda ildə 1 milyon belə döyüş sursatı istehsal edir. Bundan sonra tanklar, artilleriya, zirehli texnika və hətta təyyarələr gəlməlidir. Avropa hərbi qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi isə hazırki formatda məqsədə uyğun deyil. Birincisi, bu qüvvələrin Ukraynada hansı məqsədlə olacağı aydın deyil. Onlar yalnız sülh ssenarisi üçün nəzərdə tutulub, yoxsa Ukraynalılarla birlikdə döyüşəcəklər, yoxsa sadəcə yeni əskərlər hazırlayacaqlar. Bu müzakirələrdə qərar qəbul edənlər arasında belə əhəmiyyətli qeyri-müəyyənlik var. İkinci ssenarini nəzərdən keçirək. Sülh və müharibənin davamı. Sülh zamanı bu əskərlər cəhbə yaxınlığında olsaydılar, onlar asan hədəf olardılar. Düşmən üçün şərti sabitləşdirmək üçün təsadüfi bir güllə birinci, ikinci əskəri öldürə bilərdi. Moskva Ukraynanı təxribatda ittiham edər, Avropa cəmiyyəti isə tərəddüd edərək üz çevirərdi. Digər tərəfdən əskərlər o qədər az olardı ki, onların iştirakı heç bir şeyi dəyişməz, əksinə Kiyev üçün yük olardı. Çünki Rusiya vəziyyətlə asanlıqla manipulyasiya edə bilərdi. Müharibənin davam etdiyi halda isə birbaşa qarşı durma Avropanı NATO'nun qorumasız çətiri olmadan Rusiya ilə toqquşmaya yaxınlaşdırar. Bu cür hərəkətlər daha çox PR olardı, real kömək deyil. Maraqlıdır ki, bu mövqeyi Ukraynanın ən çox oxunan jurnalistlərindən biri olan İlya Ponomarenko da bölüşür. O yazır: Açıqcası, Ukraynaya xarici qoşunların gətirilməsi ilə bağlı bütün mülahizələr mənasız görünür. Rusiya heç vaxt cəhbə xəttində Avropa sülh məramları missiyasına razı olmayacaq. Çünki Rusiyanın bu müharibənin davam etməsinə ehtiyacı var. Avropa isə heç vaxt bütün cəhbəni və Rusiya ilə Belarus sərhədlərini örtmək üçün kifayət qədər qoşun ayırmayacaq. Rovnada yerləşdirilən bir Britaniya rotasının müharibənin gedişinə heç bir praktiki təsiri olmayacaq. Buna görə də Avropa öz qüvvələrini və vəsaitlərini zəif olduğu yerdə, quru qoşunlarında deyil, güclü olduğu yerdə, hava qüvvələrində və hava hücumundan müdafiədə istifadə etməlidir. Köhnə qitənin hava qüvvələri Ukraynanın şəhərlərini raket hücumlarından qorumaq ehtiyacını tamamilə aradan qaldıra bilər. Kremlin Şahid və Kalibr raketlərini məhv etmək Ukrayna hərbi hava qüvvələrinin və hava hücumundan müdafiəsinin cəhbə xəttinə yönəlməsinə imkan verərdi. Avropanın F-16, Tayfun və Rafal təyyarələri ölkənin dərinliklərindən uçaraq Rusiya təyyarələri ilə döyüşə bilər və eyni zamanda arxa cəhbədə vacib işlər görə bilər. Beləliklə, birincisi, Avropa real imkanlar gətirərək Ukraynalıların vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirərdi. İkincisi, o, arxa cəhbədə fəaliyyət göstərərək Rusiya ilə birbaşa qarşıdurma riski olmadan hərəkət edərdi. Üçüncüsü, Avropa hava qüvvələrinin hazırlığını sınayardı və bu ssenari çox güman ki, sülh dövründə diqqətlə gizlədilən Avropa aviasiyasının bütün çatışmazlıqlarını üzə çıxarardı. Lakin bu problemlərlə müttəfiqlik şəraitində tanışlıq ən çox F-16, Eurofighter Typhoon və fransız Rafal təyyarələri üçün faydalı olardı. Times qəzeti bu mövzuya bir qədər toxunaraq Britaniyalı Tayfunların Ukrayna səmasında devrəyə edə biləcəyini irəli sürdü. Belə bir Avropa iştirakı həm onların, həm də Ukraynalılar üçün faydalı olacaq bir audit və yoxlama rolunu oynayardı.
Artıq mövcud olan siyahıya Ukraynaya böyük maliyyə yardımı, Avropa aviasiyasının və hava hücumundan müdafiənin cəlb edilməsi, əlavə olaraq sanksiya boşluqlarının maksimum dərəcədə bağlanmasını da əlavə etmək olar. Avropa üçüncü ölkələr vasitəsilə Rusiyaya ixracı davam etdirir. Xüsusilə Baltik dənizi hövzəsində Rusiyanın kölgə donanması əməliyyatlarına qarşı təcavüzkarlıqla mübarizə aparır. Ukraynanın Avropa Birliyinə qəbul prosesini sürətləndirilməsi də vacibdir. Brüssel burada ikinci gizli silahı olan bürokratiyadan istifadə edə bilər. ABŞ üzvlüyü Ukraynanı Rusiyadan qorumaq üçün heç bir zəmanət verməsə də, bu hər iki tərəf üçün arzu olunan bir senaridir. Çünki ölkənin daxili sabitliyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Buna görə də hər bir əhəmiyyətli Ukrayna qurumundan korrupsiyanın və sərfəli xərclərinin qarşısını almaq üçün auditor təyin edilməlidir. Bu, dövlət funksionallığının yaxşılaşdırılmasına da kömək edəcək. Çox güman ki, bütün Ukraynalılar belə bir məlumatdan məmnun olarlar. 10 illərlə Moskvanın təsiri altında olan ölkə bir gecədə mükəmməl demokratiyaya çevrilməyəcək, lakin bu inkişafı sürətləndirmək üçün ona kömək etmək lazımdır. Nəticə etibarilə Ukraynanın 3 il ərzində gözləyə bilməyəcəyi miqyasda dəstək alacağı və eyni zamanda Avropa üçün kifayət qədər sağlam və yerinə yetirilə bilən bir razılaşma var. Avropa İttifaqı və bütövlükdə Avropanın özünün orta vəziyyətinə baxmayaraq Ukraynanın reallığını dəyişdirmək üçün resursları var. Onlar tədricən Kiyevin vəziyyətini yaxşılaşdıra biləcək imkanlar təqdim edə bilərlər. Avropanın edə bilməyəcəyi yeganə şey isə insan qüvvəsini təmin etməkdir. Bu, bütün vəziyyətdə ən ciddi problem ola bilər. Məhz buna görə də keçmiş Ukrayna Silahlı Qüvvələri Baş Komandanı Valeri Zaluzhny deyir: Ukraynanın gələcək ölçüsü onu qorumağa hazır olan insanların sayından asılıdır. Göydə və yerdəki bütün əlamətlər göstərir ki, qlobal mənzərə köklü şəkildə dəyişir. Avropa üçün bu ən vacib məsələdir. Son günlərin xaosunu müşahidə edərkən ABŞ-ın ittifaqlarını dəyişdirməyə cəhd etməsi ssenarilərini istisna etmək olmaz. Clark Münxendə açıq şəkildə bildirdi ki, Amerika Rusiyadan Çin, İran və Şimali Koreya ilə ittifaqlarını pozmağı tələb edəcək. Hal-hazırda bu cür fərziyyələr yalnız fantaziyadır, lakin Washington Kissingerin sözdə əks kursu ilə maraqlanarsa, Avropa və Ukrayna üçün nəticələr tamamilə gözlənilməz ola bilər. Türkiyənin Ankara şəhərində keçirilən görüş də qeyd edilməlidir. Görünür ki, Türkiyə ABŞ-ın Rusiya yönümlü kursundan narahat olaraq Qara Dəniz hövzəsindəki əsas rolunu hamıya xatırlatmağa çalışır. Türklər Rusiyanın hakimiyyətə qayıtması və Ukrayna sahillərinin böyük hissəsini ələ keçirməsi ilə maraqlanmırlar və bunu açıq şəkildə bildirirlər. Ukraynanın ərazi bütövlüyünü tam şəkildə tanıdılar. Türkiyə Avropanın Ukraynaya dəstək kampaniyasında əsas tərəfdaş ola bilər. Məsələn, Avropa sənayesinin ilkin mərhələdə aşağı potensialını nəzərə alaraq Ukraynaya potensial və avadanlıq təqdim edərək. Kremlin gözləntiləri isə son 3 ildən çox da dəyişməyib. Rusiya hələ də tabe olan bir Ukrayna istəyir. NATO-ya 1999-cu ildən sonra qoşulan ölkələrdən ABŞ qoşunlarının çıxarılmasını tələb edir. Onlar Rusiyanın rifahını və iqtisadi inkişafını təmin edən ticarət müqavilələrini istəyirlər. Hətta Kremlin müvəqqəti olaraq Ukraynada döyüş əməliyyatlarını dayandırsa belə bu məqsədlər dəyişməyəcək. Üstəlik, Trumpın müharibəni bitirmək və özünü dünyaya böyük vasitəçi kimi təqdim etmək üçün çox şeyi fəda etməyə hazır olduğunu göstərən çoxlu əlamətlər var. O, Ukraynalıların çətin vəziyyətindən istifadə edərək onları kolonial quruluşa məcbur edə və Rusiyanın hasilat sektoru ilə sıx əlaqələr qurmağa çalışa bilər. Əgər Avropa bu vəziyyətdə oyanmasa, o heç vaxt oyana bilməyəcək. Əvvəlki epizodda müəllif Rusiya ekspansiyasının ən çox təhdid etdiyi dövlətləri birləşdirən Mejdumarye 2.0 adlı şərti bir ittifaq yaratmağı təklif etdi. Bu dövlətlərin nöqteyi nəzərindən bu ən vacib məsələdir, lakin bu bütün Avropanın birgə hərəkət etməməsi demək deyil. İndi vaxt gəlib ki, Avropa müvafiq səfərbərliklə dibdən qalxmaq və yalnız iqtisadi göstəricilərə baxmadan öz qitəsində lider mövqeyi tutmaq şansına malikdir. Tez dəyişən hadisələri nəzərə alaraq son saatlarda nələrin baş verdiyini yoxlayaq. Materialın yayımlanmasından əvvəl Washingtonın G7-nin Rusiyanın işğalı ilə bağlı bəyanatında Rusiyanı təcavüzkar adlandırmağa qarşı çıxdı. Eyni zamanda
Nümayəndələr Palatasının spikeri Mike Johnson etiraf etdi ki, palatanın Ukraynaya yeni bir yardım tranşı üçün iştahası yoxdur. Ukraynalılara silah satışının dondurulması ilə bağlı da qeyri-müəyyən siqnallar gəlir. Amerikalılar həmçinin Zelenskini Kit Longla görüşündə müzakirə ediləcək Ukrayna üçün resurs sazişini təqdim etməyi planlaşdırırlar. Görüşlə bağlı Zelenski bildirir ki, bu ümidi bərpa edir. Digər tərəfdən Amerikalılar görüşdən sonra planlaşdırılan mətbuat konfransını ləğv etdilər. AP agentliyi bu dəfə İsveçrə kanalı vasitəsilə keçiriləcək yeni bir Rus-Amerika danışıqları turundan xəbər verir. Michael Uls daxil olmaqla aparıcı ABŞ diplomatları Donald Trump'ın sözlərini filtrələmək kampaniyası aparırlar. Ukrayna kəşfiyyat rəisi Kirill Budanov 2025-ci ildə atəşkəsin mümkün olması fikrinə meyllidir. Stat: Bu nə qədər davam edəcək və nə qədər effektiv olacaq, bu başqa sualdır, amma məncə bu baş verəcək. Digər tərəfdən Budanovun proqnozlarının müxtəlif dəqiqlik dərəcələrinə malik olduğunu da unutmaq olmaz. Avropa siyasətçilərindən də bir çox maraqlı bəyanatlar gəldi. Macron bildirir ki, Ukraynaya yalnız sülhməramlı qüvvələr göndərməyi planlaşdırır. Bu da bu epizoddakı arqumentləri daha da gücləndirir. Talihin istehzası ilə Macron sual-cavab sessiyası zamanı etiraf etdi ki, Şərq flanqı dövlətləri 2017-ci ildə onu Rusiya barədə xəbərdar etmişdilər və onlar haqlı idilər. Daha da vacibi, Macron Covid paketi nümunəsində böyük bir Avropa yardım planı ideyasını açıq şəkildə dəstəklədi. Polşanın baş naziri Donald Tusk açıq şəkildə Kiyevə kömək etmək üçün Belçika hesablarında yatan Rus maliyyə aktivlərinin müsadirə edilməsinə çağırdı. Bundan əlavə Macron-Starmer dueti gələn həftə Trumpla danışıqlar üçün Vaşinqtona uçmağı planlaşdırır. Cümə axşamı Polşa Xarici İşlər naziri Radoslav Sikorski ABŞ-da Marco Rubio ilə görüşməli idi. Sosial şəbəkələrdə isə həmçinin ABŞ və Rusiya Federasiyası arasında danışıqlarda Şərq flanqından ABŞ əskərlərinin geri çəkilməsi məsələsinin gündəmə gələ biləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar dolaşır. Financial Times hətta bu barədə Rumıniya mənbələrinə istinad edərək yazır. Amerikalılar sözlə Avropa ilə ittifaqın davam edəcəyini bildirsələr də, açıq-aydın görünür ki, bugün Avropalılar arasında Amerikaya inam son illərin ən aşağı səviyyəsindədir.